Salam hörmətli izləyicilər. Bugün biz sizə Eli Kampaniya Təhsil Şirkətində coğrafiyadan MİQ sınaq 5-in izahına baxacağıq. İlk növbədə 31-ci 40-cı sualların izahını Volqa çayı Kolumbiya çayından fərqləndirir. Volqa çayını biz fərqləndirməliyik. Deyir ki, düşməsi kiçikdir. Kolumbiya çayı dağ çayı olduğuna görə düşməsi böyük olacaq. Amma biz Volqa çayına baxsaq, Şərqi Avropanın ən uzun çayıdır. Bəli, bura düzənlikdən keçirdi. Düşməsi təbii ki, kiçikdir. Dağ çayıdır. Dağ çayı Kolumbiyadır. Bunu Volqaya aid etmək olmaz. Bizə Volqaya aid olanı deyir ki, üzərində seyislər var. Bu oxşar cəhətdir. İkisinin üzərində Kaskaz seyislər yerləşir. Ən böyük seyis Grand Coulee'dir. Grand Coulee seyisi təbii ki, ABŞ ərazisində Kolumbiya çayı üzərindədir. Bu da Kolumbiyaya aiddir. Eroziya barisi dəniz səviyyəsindən aşağıdır. Təbii ki, mənfi deməkdir. Mənfi də Xəzər dənizinə tökülən Volqa çayı olacaq. 6. Cənub istiqamətdə axır və delta yaradır. Cənub istiqamətdə axıb delta yaradan təbii ki, Volqa çayı olacaq. Kolumbiya delta yarada bilməz, çünki dağlıq çayıdır. Bəli. Burada cavabımız 1, 5, 6 cavab olacaq. B variantı. Davam edirik növbəti sualdan. Düzgün olmayan fikri müəyyən edin. Viktoriya dərinliyi 80 metr olan Afrikanın ən böyük tektonik mənşəli şirinsulu gölüdür. Bəli, Viktoriya Afrikanın ən böyük dərinliyi 80 metr olan tektonik əyilmədə yerləşən şirinsulu gölüdür. Amma bizə olmayanı deyir, götür. Bu doğrudur. Eygöl yerləşdiyi materikin ən böyük buzlaq mənşəli və axarlı gölüdür. Eygöl gölü buzlaq mənşəli ola bilməz. Təbii ki, fikir səhvdir. Titicaca, Bolivia və Peru arasında yerləşir və dünyanın ən hündür dağ gölüdür. 3812 metr. Garda İtalyanın ən böyük yolu buzlaq tektonik kökəcikdə yerləşir. Alt dağlarının ətəyində İtalyanın şimal hissəsində yerləşir, doğrudur. Maracaibo gölü Venezuelanın iqtisadında çox böyük rol oynayır. Bəli, çünki gəmiçilikdə istifadə olunur, laqun mənşəli göldür. Və eyni zamanda buradan gəmilər daşınmalarda, yük daşımalarda geniş istifadə edilir. Müəyyən qədər də onun ətrafında neft sahələrinə rast gəlinir. Bəli, burada uyğun olmayan cavab B variantı olacaq. Meylliliyi 2.5 metr bölünsün kilometr olan çayın düşməsi 5 metr olarsa çayın uzunluğu neçə kilometr olacaq? Bəli, sadə suallardan biridir. Meylliliyi 2.5'dir. Yəni, bu nə deməkdir? 25'də 10. Yəni, daha doğrusu 10'da 25. Aşağı kilometr, yuxarı metrdir. Bərabərdir. Burada meyillilik budur. Sadəcə bizə meyilliliyin gedişatını biz bilirik. Düstur var. H bölünsün, hündürlük bölünsün, məsafə. Burada bizə yəni bu hündürlüklə əlaqədar bir prosesdir. Amma bizə çay dediyinə görə biz oradakı hündürlüyü nə ilə əvəz edirik? Mənbədən mənsəbi çıxanda düşmək. Yəni, bərabər olur, düşmə bölünsün çayın uzunluğu. Məsafə də çayın uzunluğudur. Ona görə də biz burada deyirik ki, bax, düşməmiz 5000 metrdirsə, bəs çayın uzunluğu neçə kilometrdir? Yəni, bunu hesablayanda zaten biz kilometrlərlə metr onsuz da ixtisar gedəcək. Bəli, orada metrlə kilometr ixtisar gedəcək. Dolayısıyla bizdə belə bir proses qalmış olacaq. Yəni, biz burada nə yazmışdıq? Düşmə bölünsün el. Düzdürmü? Burada biz düşmənin 5000 metr olduğunu bilirik. Eli, çayın uzunluğunu bilmirik, x kilometr. Onu da bərabər edirik. Təbii ki, nəyə? 10'da 25'ə. Buradan da alırıq ki, 25 x-imiz bərabərdir 50.000'ə. İxtisar gedəndə ki, x ilə bərabər olur 2000 kilometr. Bəli. Cavabımız burada A variantı olacaq. Davam edirik. Xəzərin sahilindəki ölçələrə aid olan coğrafi obyektlərin düzgün olduğu sıranı müəyyən edin. Bu hissəyə biz baxsaq, Azərbaycan Kilovadası verib, yarımada Abşeron, Körfəz, Qızılağac. Bəli. Bir doğru. Türkmənistan, Oğurki,
Kələçən adası, Qarabağaz qol. Bunu da doğru verib. Qazaxıstana Suiti adası verib. Buzaki, Manqışlaq. Bəli, Manqışlaqdır, Buzakidir. Bunlar Qazaxıstana aiddir. İran Kulalı yarımadasını verib. Sonra Miyanqala, Manqışlaq. Birinci növbədə burada Manqışlaq Qazaxıstana aiddir. Kulalı, Suiti bu Qazaxıstana aiddir. Bəli, ona görə 4'ü verə bilməliyik. Rusiya. Zəmbil adasını götürüb Rusiyaya verildi. Təbii ki, bu olmaz Rusiya üçün. Təbii ki, bu Azərbaycan üçün doğrudur. Ona görə 5'i də verə bilməliyik. Cavabımız C variantı. 1, 2, 3 qalır. Keçirik. Doğru cavabı müəyyən edin. 35'də. İndi biz bu fikirlərə əsasən getməliyik, çaylara əsasən. Deyir ki, 4, 7, 8. Nil, Don, Po çayı. Po çayı birinci İtalyanın şimalında. Bunların çayların hamısına baxaq. Reyn çayı. Reyn çayı bilirik ki, Boden gölündən başlayır. Boden gölü buzlaq mənşəli göldür və Reyn çayı bu İsveçrə ərazisindən, İsveçrə sərhədindən başlayır. İsveçrənin ərazisindən keçir, Avstriyadan keçir, Çexiyadan keçir və Almaniyaya. Almaniyada isə aşağı axarda gedərək Niderlanda keçir və Niderlanddan da Şimal dənizinə tökülür bu çay. Pechora çayı Rusiya ərazisindən, şimal hissədən bilir ki, Ural çayının qərb hissəsindən Pechora qubasına tökülür. Rio Grande çayı təbii ki, Meksikanın ABŞ sərhədindədir. Nil şimala doğru Victoria gölündən başlayır, Ağ Nil qolu, Mavi Nil qolu isə Tana gölündən başlayır, Efiopiya ərazisindən və gedir Aralıq dənizinə tökülür. Lena şimal buzlu okeana tökülür Rusiya ərazisindən, Parana, Laplada körfəzinə, Don. Təbii ki, Don çayı Rusiya ərazisindən, özdə Volga-Don kanalda var bu hissədə. Rusiya ərazisindən Azov dənizinə tökülür. Po çayı isə İtaliyadan Adriatik dənizinə tökülür. 4, 7, 8'e baxsaq, Nil, Don, Po. Bəli. Burada deyik ki, eroziya bazisi daxili dənizdir. Biz baxsaq, Nilə, Aralıq dənizi daxili dənizdir. Dona baxsaq, Azov daxili dənizdir. Po'ya baxsaq, Adriatik, bu da daxili dənizdir. Bax, bu bir doğru olacaq. 1, 7, 8, Reyn, Don, Po'ya baxırıq. Yalnız bir ölkə ərazisindən keçir. Reyni bir ölkə ərazisi verə bilmərik. Bəli. Hələ aşağı axarda həm Almaniya, həm Niderland ərazisindədir. Amma Donla Po'nu vermək olar. 2, 4, 5, Pechora, Nil, Lena. Pechora, Nil, Lena'ya bizə verildir. Əsasən yaz aylarında bolsul olur. 2, 4, 5. İndi bir Pechora'dır. Nil'dir. Lena'ya baxsaq. Nil çayı bilir ki, subekvatorialda daha çox mənbəyi oradan götürür və yay aylarında daha çox bol olması ilə seçilir. Pechora'dır. Oradan götürsək Lena'dır. Bunlar da donuşluğa məruz qalan hissələrdə deyə yay aylarında daha çox seçilirlər. 2, 4, 5'i verildi. Şimal istiqamətdə axırlar. Bəli, Pechora'da. Nil'də elə Lena çayda şimal istiqamətdə axır. Bir dənə üzürü sayın. 4, 5, 6, 4-cü, 5-ci Nil, Lena, Parana çaylarına fikir versək, 2 işıqlanma qurşağında yerləşir. Nili təbii ki, tropik işıqlanma kəsir, tropik xətti kəsir. Ona görə həm bilirik ki, şimal mülayimdə, həm də tropikdə yerləşir. 2 işıqlanmadır. Sonra, burada Lena çayı verildir. Lena'nın da 66.5 xətti kəsir. Ona görə həm qütb, həm də şimal mülayimdə yerləşir. 6'da Parana çayına baxsaq, Parana çayı hissəsində tropik xətti kəsir. Tropik xətti kəsdiyinə görə də təbii ki, burada 2 işıqlanma qurşağında yerləşəcək. Ona görə 5'i də doğru götürməliyik, 1'i doğru götürməliyik, 4'ü doğru götürməliyik. 6'ya baxsaq,
Reyn, Peçora və Nil çayları Mənsəbi Aralıq dənizi iqlim tipindədir. Biz Reyn çayına baxsaq, mülayimin dənizindədir Mənsəbi, Niderland ərazisindən tökülür. Nil çayına baxsaq, Aralıq dənizindən tökülür. İndi o Aralıq dənizində yerləşmir tam şəkildə. Və burada Rio Grande çayına, daha doğrusu Peçora çayına baxsaq, Peçora da gedir subarktikə düşür. Ona görə də bunu seçə bilməliyik. Cavabımız B variantı olacaq. Növbəti, xəritə çıxımda verilmiş çaya aid olan xüsusiyyətləri müəyyən edin. Mənbəyini hündür Gviana yaylasından götürülür. Gviana yaylasından götürən Orinoco'nun Çurum qoludur. Onun üzərində də dünyanın ən böyük şəlaləsi olan Anhel şəlaləsi yerləşir. Bir, təbii ki, mənfi olacaq. Yerləşki ölkənin inzibati ərazisi quruluşu unitardır. Bəli, Kolumbiya ərazisidir. Unitar quruluşlu dövlətdir. Atlantik Okeanı hövzəsinə aiddir. Bəli. Və burada Panamadır, gördüyümüz kimi. Bu gəlir Karib dənizinə tökülür. Atlantik Okeanına məxsusdur. Şimal istiqamətdə axır. Təbii ki, bu doğrudur. Çay iki ölkənin sərhəddindən axır. Xeyr, sərhəddən axmır bu çay. Çayın yerləşdiyi materikin ən bolslu çay onunla eyni hövzəyə aid deyil. Çayın yerləşdiyi materikdə ən bolslu çay Amazondur. Amazon da Atlantikə tökülür. Bu da Atlantikindir. Eyni hövzəyə aiddir. Fikri səhv veriblər. Və biz buradan görürük. Doğrunun altından doğru 2 ilə 3. Yanlışın altından yanlış da 5 ilə 6. 2, 3, 5, 6 B variantı uyğunlaşacaq. Aşağıdakı xüsusiyyətlər hansı kanala aiddir? Respublikada ən çox sahəni suvarır. Mingəçev su anbarından başlar. Ən çox sahə suvarırsa, təbii ki, bu yuxarı Şirvan kanalıdır. Şirvan düzünün suvarılmasında geniş istifadə olunur. Bu kanal 127 kilometrə malikdir. Ən böyük 182 ilə Samur-Abşeron kanalıdır. Ondan sonra ikinci yerdə 172 kilometrlə yuxarı Qarabağ kanalıdır ki, Mingəçev su anbarından başlayır. Və yuxarı Qarabağ kanalı Bəhramtəpə su anbarını su ilə təmin edir və ən çox su daşıyan kanal kimi bilinir. Növbəti 38-ci sualımıza baxırıq. Rəqəmlərlə göstərilmiş hissələrdə suxurların yaşının qədimdən cavana doğru ardıcıllıqla müəyyənlik, qədimdən cavana. Yəni yaşı çox olandan yaşı az olana doğru. Qədim təbii ki, bu da cavan nə olacaq? Bu divergent sərhəddə yaxın olacaq da nisbətlə. Bəli, divergent sərhəddə yaxın olan, bu qırılmaya yaxın olan hissə təbii ki, ən cavanı olacaq. Qədim də ən uzaqda dayananı olacaq. 1, 2, 3 cavabdır. Çünki biz lavaya yaxın, geosignallığa yaxın ərazilərə, geosignal hissələri fəaliyyətdə olan cavan, ondan uzaqlaşdıqca isə qədim olaraq götürürük. Xəritə sxemdə rəqəmlərlə verilən yarımlıqların adını müəyyən edin. 39-cu sualda. Bəli, burada dərslərimizdə qeyd etmişdik. Bax, buradakı gördüyümüz kimi Qafqaz dağlarının başladığı Taman yarımadasıdır. Buradakı isə Krım yarımadasının lap uç hissəsində Kerç yarımadasıdır. Bu isə Krım, daha doğrusu üzr sayın Taman yarımadasıdır. Və buradan da bilirik ki, Kerç boğazı buradakı Azov dənizi ilə Qara dənizi bir-birinə birləşdirir. Ona görə də 1-ə Kerç, 2-ə Taman yarımadası olaraq biz götürəcəyik. 1-ə Kerç, 2-ə Taman yarımadası. 40-cı suala baxaq. Deyir ki, Respublikamızda yanaşız yataqlarının yardığı tektonik zona ilə xromik ehtiyatı yardığı tektonik zonanın fərqli xüsusiyyətlərini müəyyəndir. Respublikamızda yanaşız yataqları təbii ki, harda yayılıb, harda özünü görsədir. Yanaşız yataqları Qobustan İsmaildə Böyük Qafqaz tektonik qalxmasında, xromik yataqları Laçın, Kəlbəcər, Kiçik Qafqaz tektonik qalxmasında özünü görsədir. Fərqli xüsusiyyətlərlə isə ərazisindən keçən çaylarda gətirmə konusları üstünlük təşkil edir. Üstünlük təşkil edirsə,
Təbii ki, bu Böyük Qafqazın çaylarıdır. Əhddaşından çevrilə yaranan metamorfik suxur, yəni mərmər var. Mərmər Qubada Çəhrayı mərmər. Kiçik Qafqazda da biz baxanda görürük ki, İşte Daşkəsəndə ağ mərmər var, Xocavənddə ağ mərmər var. Yəni bunları görmüş oluruq, bu ümumi cəhətdir. Yayı quraq keçən soyuq iqlim tipi yayılmışdır. Yayı quraq keçən soyuq iqlim tipi yayılıqdır deyirsə, təbii ki, biz buna fikir verəndə istər Böyük Qafqaz, istər Kiçik Qafqaz tektonik qalxmasında yayı quraq keçən soyuq iqlim tipinin yayılmasına rast gəlirik. Xüsusən cənub hissəsi il boyu rütubətli soyuq iqlim tipi yayılmışdır. Cənub hissəsində rütubətli il boyu bərabər paylanan soyuq iqlim tipi təbii ki, haradadır? Böyük Qafqazın cənubunda. Mezdoy yaşlı suxurlar burada yayılmışdır. Mezdoy yaşlı suxurlar. Zaten Mezdoy yaşlı suxurlar bilirik ki, Böyük və Kiçik Qafqazın orta dağlıq və yüksək dağlıq ərazilərində özünü göstərir. Polimetal filit ehtiyatı ilə fərqlənir. Polimetal filit ehtiyatı ilə fərqlənən ərazi həm Zaqatala, Balakən ərazisində var, həm də bu tərəfdə Kəlbəcərdə Mehmana yatağı var. Ona görə də bu ümumi cəhət olacaq. Burada biraz cavabımızda yay quraq keçən soyuq iqlim tipi yayılmışdır. Bu hər ikisində var. Bəli. Müəllimlər. Burada testimizdə müəyyən qədər səhvlik gedibdir. Bunun yerinə verə bilərdik ki, məsəl üçün, bərabər rütubətli mülayim istiqlim. Diqqətimizdən qaçıqdır. Ona görə burada bir balaca səhvlik var. Bəli, bu qədər. İzahımız bu qədər. İzlədiyiniz üçün təşəkkür.